Qurbanov Ramil Sudeyfoğlu 1987-ci il yanvar ayının 6-sında Beyləqan rayonunun Dünyamallar kəndində anadan olub. O və əkiz qardaşı Amil Qurbanov eyni həyat yolunu gediblər. Onlar eyni məktəbdə, eyni sinifdə təhsil alıblar. Hələ uşaq yaşlarından vətənpərvərliyi ilə seçilən Ramil böyüyəndə də hərbiçi olmaq arzusu ilə yaşayıb. O həqiqi hərbi xidmətə əkiz qardaşı ilə birlikdə yollanıb. Xidməti dövründə hərbi sirlərə yiyələnən hər iki qardaş çavuş rütbəsi ilə tərxis olunduqdan sonra yenidən ordu sıralarına qayıdaraq hərbiçi olurlar. Əkiz qardaşı bir müddətdən sonra mülki işdə çalışmağa başlasa da Ramil xidmətini davam etdirir. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ramil Qurbanov 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Ömrünün 12 ilini vətənin keşiyində dayandı. Vətən torpağı uğrunda son damla qanına qədər döyüşərək sentyabrın 27-sində Füzuli rayonu döyüşləri zamanı şəhidlik zirvəsinə ucaldı. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Ramil Qurbanov ölümündən sonra Vətən uğrunda medalı, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə ölümündən sonra Füzulinin azad olunmasına görə medalı, Azərbaycan Respublikasının ərazisinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarının və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş və cəsur döyüşçü medalı, ərazilərin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qabiliyyətli addımlar nümayiş etdirdiyinə görə ölümündən sonra döyüşdə fərqlənməyə görə medalı ilə təltif edilmişdir. Qeyd edək ki, şəhid Ramil Qurbanovun 2 oğul övladı da ataları kimi hərbiçi olmaq istəyirlər. Qurbanova Aytəkin, Ramilin bacısıyam. Bugün Ramilin 5-ci il dönümüdür. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, məkanı cənnət olsun. Ramil haqqında olan bütün xatirələrimiz gözəl və xoşdur. Onun haqqında çox söz danışmaq olar. Ramilin şəhidlik zirvəsinə ucalması mənə elə gəlir ki, Allah bu zirvəni hər kəsə nəsib eləmir. Nə gözəl ki, Allah bu zirvəni ona nəsib elədi. Allah rəhmət eləsin. Mən Ramilin nənəsiyəm. Ramilin anası yoxdur. Anası rəhmətə gedib. Mən onlara anadan artıq olmuşam. Ramillə mən fəxr eləyirəm. Allah onun balalarına ömür versin. Torpağı sanı onlara ömür versin. Torpağının sanı qədər yaşasınlar. Tarix yazanlar oldular şəhid. Gör neçə analar hər gün ağladı. Başına qapqara örpək bağladı. O şəhid oğluna yassa saxladı. Heç sizi unudar analar şəhid. Ramil Qasımov, Yaqub Mehdioğlu, Xəbər məqamı.